Taksonomiyanın yadda saxlamaq mərhələsi. Burada şagird sadəcə olaraq yaddaşında, hafizəsində olan məlumatları olduğu kimi təqdim eləyir. Burada baş işlətmirsən, burada məntiq işlətmirsən, yaddaşında, hafizəndə olan məlumatları olduğu kimi təqdim eləyirsən. İsmin tərifini deyirsən, düsturu əzbər deyirsən, filan hadisə neçənci ildə olmuşdu, filanıncı ildə olmuşdu. Yəni burada heç bir şey yoxdur. Yadına salır, xatırlayır, olduğu kimi təqdim eləyir. Və bir məsələni də qeyd edeyim ki, məsələn, uşaq deyir ki, Bakı Azərbaycanın paytaxtıdır. Bunu desə də yadda saxlamaq mərhələsidir. Bunu yazsa da yadda saxlamaq mərhələsidir. Ya da bir çox şəhər adları verilib, şagird oradan Bakını seçir. Deyirəm ki, bax bu şəhərlərdən Azərbaycan paytaxtını seç, Bakını seçir. Yəni burada yazması, deməsi, seçməsi məsələ deyil. Əsas məsələ odur ki, uşaq nə deyir, nə yazır, nəyi seçir, bunu deyən zaman, yazan zaman, seçən zaman nə edəcək? Yadına salıb, xatırlayıb, olduğu kimi biliklərini təqdim edəcəksə, bu yadda saxlamaq mərhələsidir.